əslində bax burada gözəl bir mövzu toxundunuz. Onda biz bəlkə olduğundan qədər çox dəyər veririk, olduğundan artıq sevirik, olduğundan artıq hörmət eləyirik. Bu hissləri özümüzdə böyüdürük. Böyütdüyümüz üçün də o bizə deyəndə ki, gözün üstündə qaşım var. Biz deyirik ki, vay da. Yəni qısaca biz ancaq duyğularımızın olduğu birilərini sevə və ya küsə bilərik. Aydındır? Yəni belə düşün, yoldan keçən birindən küsərsən, ya da deyəsən bir taksi sifariş verdin, deyir gəlmirəm. Onun neyin yəsən? Küsəsən, nifrət eləyəsən. Keçən canın cəhənnəm. Amma yoldaşım desə gəlmirəm. Niyə? Çünki emosional bağ var. Ona görə birinci duyğuları atırıq. Şart eldən atırıq ki, ta enerji gəlməsin. Duyğu olmayandan sonra sən deyirsən ki, mən bu adamı niyə bağışlamıram ki? Çünki hissi yoxdur axı, duyğu yoxdur hələ ki. Bəli. Doğru. Çox maraqlı bir mövzudur. Yəni bir dişi o blom qoyurlar, o sürükləri, sinirləri çıxarmaq üçün. İlk öncə sənə ağrı kəsici vurulur. Niyə? Sən orada hissin olmur. Hiss eləsən olmaz axı, ağrı acılı olar. Birinci o hissin alınır, heç nə hiss eləmirsən. Fərzlə dişinin üstü yontulur, heç nə görmürsən, hiss eləmirsən. Niyə? Çünki ağrını hiss eləyirsən. Hiss eləmirsənsə problem yoxdur. Həyatda problemsiz yaşamaq istəyirsənsə, gərək hiss eləməyəsən. Biz bunu əbədi eləmirik də, amma onu balansa gətirəcək dərəcədə eləyirik. Yəni, mən deyəcəkdim ki, bax, indi mən əbədi sizlə razı. Robot olar. Amma yəni, biz axı insanıq da, yəni biz hisslərlə idarə olunuruq ki. Elə insan var, deyir, məni tam hissiz elə, bunlar da var. Amma bunu təbii ki, tövsiyə eləmirəm ona. Çünki deyirəm ki, balansı pozarsan, sonra yenə problemi çıxar. Bizi işə salma. Gələn yaxşı balansa salaq. Bəli. O da olmaz.